Salam dəyərli izləyicilər. Keçən dəfə paylaşdığım kiçik ölçülü bitkilərdən biraz daha böyük ölçüdə olanını paylaşmaq istədim sizinlə. Baxın, belə bir Syngonium Imperial White bitkimiz var. Nəzərinizə çatdırım ki, ağ dibçəkdə əkilib. Yarpaqları baxın, əlimdən böyükdür. Hətta əlim buradadır deyərdim. Yəni yarpaqları kiçik ölçüdə deyil, böyükdür. Gelmez eleme yara kız, ay kaşı gözü kara kız, kara kız. Gelmez eleme yara kız, ay kaşı gözü kara kız, kara kız. Buradan yeni gövdə gəlir, artıq 4-cü gövdə də çıxar. Sonra belə bir ölçüdə Epiperum potas sarmaşığımız var. O da dibçəkdə əkilir. Belə, yəni balaca ölçüdə deyil, böyükdür. Bunu bura qoysaq, məncə daha yaxşı görünür. Belə, yəni bu hissədən də çəkeyim. Gördüyünüz kimi balaca deyil. Daha sonra belə bir Benjamin ficus yaşıl növü var. O da dibçəkdə əkilib. Hündürlük dibçəklə bir yerdə 60-65 santimdir. Sonra belə bir asparagus bitkimiz var. Bu yeni yarpaqdır. Yarpaq yeni gələndə belə olur. Yeni gövdə, yeni yarpaqlar. Buradan da yeni gəlir. Yeni açacaq yarpaq. Bu da yeni dibçəkdədir. Ağ dibçəkdə. Yarpaqların gözü. Nəzərinizə çatdırım ki, bu bitki ağ çiçək açır. Səhvimdə çiçəkli videosu olmalıdır. Sanki ulduzlar olur yarpaqlarında. Elə ağ formada çiçəklər açır. Videoya baxan izləyicilər bilirlər artıq. Yine bir gözəl bir görünüşə sahibdir.